Artıq bir neçə gündür ki, havanın kəskin dəyişməsi qışın gəlişindən xəbər verir. Temperatur aşağı düşüb, qar yağmağa başlayıb. Ötən gün axşam saatlarından etibarən Şamaxının dağlıq ərazilərində də qış özünü göstərməyə başlayıb. Dəniz səviyyəsindən təxminən 1500 metr yüksəklikdə yerləşən Pirqulu qəsəbəsi və ətraf yaşayış məntəqələrinin qatı duman səbəbindən görünüş məsafəsi əhəmiyyətli dərəcədə aşağı enib. Yolun buz bağlanması, yol səthinin sürüşkən olması və dumanın yaratdığı məhdud görünüş sürücülər üçün riskli vəziyyət yaradıb. Hazırlıqsız yola çıxan sürücülər çətin anlar yaşayıb, bəzi avtomobillər hərəkətdə problemlə üzləşib. Bir sıra sürücülər isə təhlükəsizlik məqsədi ilə avtomobillərini kənara çəkərək hərəkəti dayandırmağa və ya geri qayıtmağa məcbur olub. Qar əsasən Pirqulu qəsəbəsi, Nağaraxana, Azarat Xeybəri, Avaxıl, Ərçiman, Pirbəhli və Dəmirçi istiqamətlərində müşahidə olunub. Bu ərazilərdə qar örtüyünün hündürlüyü 4-5 sm-ə çatıb. Dağlıq ərazilərdə yaranan ağ örtüy bölgəyə xüsusi gözəllik qatıb. Bu il ilk dəfədir ki, Pirqulu qəsəbəsi və Nağaraxana kəndinə qar yağır. İnsanların sözlərinə görə uzun müddətdir gözlənilən bu qar həm təbiət, həm də kənd təsərrüfatı üçün olduqca vacibdir. Kənd sakinlərinin sözlərinə görə qarın yağması torpağın dincəlməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bildirilir ki, uzun müddət qarın yağmaması taxıl sahələrində zərərvericilərin artmasına səbəb olub. Bu qar örtüyü həmin zərərvericilərin məhv olmasına, torpaqda rütubət ehtiyatının artmasına və gələcək məhsuldarlığa müsbət təsir göstərəcək. Qarın yağması ilə yanaşı hava şəraitinin kəskin dəyişməsi bəzi çətinliklərə də səbəb olub. Belə ki, havanın temperaturunun -5 dərəcəyədək enməsi nəticəsində yollar buz bağlayıb. Bununla yanaşı dağlıq ərazilərdə qatı duman müşahidə olunub ki, bu da sürücülərin hərəkətini xeyli çətinləşdirib. Yollar vəziyyət pisdir, sürüşürük, giriyor deyə ora-bura qardaş, baxmırlar. Baxan yoxdur, xahiş edirik. Avaxıldan gəlir, gələ bilmirik. Maşınlar girib duvara qardaş, xahiş edirik. Dumanlıdır, yollar buz bağlayıb. Ehtiyatlı olmaq lazımdır da, yəni təkərləri zəif olanlar yolda ehtiyatlı olsunlar. Yuxarı Pirquluya sarı, Şamax rayonunun özünə sarı hal-hazırda yəni yol buzdur da, ehtiyatlı olmaq lazımdır. Yollar valla qardır da, yollar beləncəyinə. Ehtiyatlı olsun sürücülər. Düzdür, bəzi yerlərə şey benzat veriblər, tuz vurublar, amma yollar bərbaddır. Ehtiyatlı olsun. Təkər olmayanlar heç məsləhət göründür da buralara qalxmaqları. Hazırda Şamaxının dağlıq ərazilərində qarlı, buzlu və dumanlı hava şəraiti davam edir. Aidiyyatı qurumlar sürücülərə ehtiyatlı olmağı tövsiyə edir. Sakinlər isə bu qışın bölgə üçün bərəkətli olacağını ümid edirlər. Qeyd edək ki, Bakı-Şamaxı Yevlax avtomobil yolunun Qobustan ərazisindən keçən hissəsində də qar sürücülərə ciddi çətinliklər yaradıb. Qarın yağması və yolun buz bağlaması səbəbindən bu istiqamətdə zəncirvari yol nəqliyyat hadisələri də qeydə alınıb. Hadisələrlə əlaqədar əraziyə canlı qüvvə və xüsusi texnika cəlb olunaraq yol qardan və buzdan təmizlənib. Nəqliyyat vasitələrinin hərəkəti qısa müddətdə bərpa edilib. Sinoptiklərin məlumatına görə gecə saatlarında temperaturun yenidən aşağı enməsi səbəbindən bu istiqamətlərdə yolların təkrar buz bağlaması gözlənilir. Sürücülərə ehtiyatlı olmaları, ara məsafəsi saxlamaları və avtomobillərini qış mövsümünə uyğun hazırlamaları tövsiyə olunur. Rafiq Həsənov, Elçin Məlikov, Ülviyə Orucova, Şamaxı.